Proqram Medianın İnkişaf Agentliyinin və Audiovizual Şuranın dəstəyi ilə hazırlanmışdı. Bugün qarşınıza tam fərqli bir idman növü ilə çıxırıq. Özündə 3 fərqli idmanı birləşdirən triatlon. Və günümüzə başlamazdan əvvəl gəlin gənc iştirakçımızla tanışalaq. Mən Qasımzadə Xəcə, 13 yaşım var, 4 ildir triatlonla məşğul oluram. 2022, 2023, 2024-cü ildə Respublikada ikinci yerlər qazanmışam. Mənim ən böyük arzum Milana Xəlilova ilə görüşməkdir. İndi isə qarşılayın triatlon üzrə Azərbaycan çempionu, beynəlxalq yarışların mükafatçısı Milana Xəlilova. Vaxt itirmədən idmançımızla birlikdə Qasımovlar ailəsinin evinə yola düşdük. Yolumuzu daha maraqlı eləmək üçün məşhur idmançımızın fikirlərinə şahid olduq. Bugün biz sizlərlə bərabər gənc idmançımız Xədicə ilə tanış olmağa gedəcəyik. Xədicə triatlona təzə başlayıb. Mənə də çox həyəcanlı gəlir ki, Xədicə triatlonla bağlı nələr bilir, nələr öyrənib. Mən də onunla bərabər öz təcrübəmi bölüşəcəm. Maraqlıdır, Milana xanım niyə belə ağır bir idman növünü üstün tutdu? Əslində idmana qarşı həvəsim 4-5 yaşlarında başlayıb. İlk dəfə gimnastika ilə başlamışam. Daha sonra 10 yaşlarında üzüçlüyə həvəsim olub. Sonra fikirləşdim ki, mən üzüçlüklə daha peşəkarlaşmağa doğru gedə bilərəm. Triatlon idman növünü niyə seçdim? Mən əvvəl üzüçlüklə məşğul olanda evdən üzüçlük məşqlərinə velosipedlə gedirdim. Üzüçlükdən əlavə qaçış məşqlərimiz də olurdu. Mənim baş məşqçim Bala Heydər müəllim gördü ki, mən həm üzməyi, həm qaçmağı, həm velonu üçünü bir arada triatlon nə olduğunu o vaxtlar bilməsəm də, amma bunu üçünü bir arada eləyirdim. Müəllimlərim də dedilər ki, bəs belə bir idman növü var, belə bir komanda var, qatılmaq istəyirsənmi? İlk öncə mən biraz tərəddüd elədim, amma evə gedib araşdırmalar nəticəsində mənim də xoşuma gəldi bu idman növü. Və mən nəticələr göstərərək triatlon milli komandanın üzvü oldum. Hal-hazırda Azərbaycan triatlon çempionatında keçən il keçirilmişdi bu yarış. Çempion olmuşam. Bundan əlavə ölkə xarici və ölkə daxilində keçirilən yarışlarda bir sıra yerlər tutmuşam. Bəs ən yadda qalan yarışınız hansı olub? Ən yadda qalan yarışlarımdan biri əslində çoxdur, amma bir ikisini misal çəkə bilərəm ki, ölkə xaricində keçirilən Özbəkistan yarışında mən orada çox yaxşı hazırlaşıb getmişdik o yarışa və o yarışda göstərdiyim nəticədən çox məmnun idim.
Bundan əlavə deyə bilərəm ki, Bakıda keçirilən Azərbaycan ölkə çempionatında ondan qabaq mən hazırlıq məşqlərimdə zədə almışdım dizimdən. Buna baxmayaraq fizioterapi məşqlərində həm fizioterapiyaya getdim, həm məşqlərimə davam elədim. Bu sırada təbii ki də mənim məşqçilərim, federasiya rəhbərliyi hamısı çox böyük dəstəyi olub. Bunlara hamısına çox təşəkkür bildirirəm ki, məncə də onların dəstəyi olmasaydı mən heç o qədər yaxşı çıxış edə bilməyəcəkdim, nəticə göstərə bilməzdim. Xədicə balamız yaman həyəcanlıdır. Bu da başa düşüləndir, çünki öz kumiri onun evinə qonaq gəlir. Salam, buyurun, xoş gəlmisən qızım. Ana, gəl çıx yine. Gözümüz yollarda qaldı qızım. Bizim çempionumuz, Respublikamızın çempionu Fəxri. Bu da bizim Xədicəmizdir, mənim nəvəmdir. Sevimli nəvəmdir, gözümüzün nuru. Həm də ki, gələcək çempionumuz. İnşallah. Buyur Milana qızım, ayaq sizə çox qalma, keç içəri. Gedək, keçək içəri, buyur. Bir daha xoş gəlmisiniz. Sizi evimizdə görməyimizə çox şadıq. Həmişə gəlin, yəni qapımız həmişə sizə açıqdır. Deməli, Xədicənin bibisi Vəfa xanım, Milana qızımız, Xədicənin xalası Nigar, məndəki nənəsi Naza xanım. Xədicənin anası deməli Kəmalə xanım, Xədicənin baş məşqçisi Balahedər bəy. Çox sağ olun, çox xoş oldu sizlərlə tanış olmaq. Bugün biz gənc idmançımız Xədicə ilə bərabər bir günümüzü keçirdəcəyik. Çox həyəcanlıyım, çox maraqlıdır. Bir yerdə həm məşq eləyəcəyik, həm söhbət eləyəcəyik. Bir günümüz keçəcək. Məncə sənin üçün də maraqlı olar, deyə düşünürəm. Xədicə, sənə bir sual vermək istəyirəm. Neçə ildir bu idmanla məşğulsan və hansı idmanla başlamısan? Mən 4 yaşımdan üzgüçlüyə başlamışam, amma 10 yaşımdan triatlon Bəs nə nailiyyətlərin var? Bu suala mən cavab verərəm. Yəni Xədicədən yaxşı mən bilərəm. Xədicənin ən böyük nailiyyəti Respublika çempionatında, sonuncu çempionatı keçən ildə U15-lər içərisində ikinci oldu. Super sprint məsafədə. Və bizdə Respublikada keçirilir triatlon Trikic liqası. Orada da həmişə öz yaş kateqoriyası 2012-ci illər içərisində həmişə ilk sıralardadır. Yəni əsas bir və müxtəlif qaçışda, üzgüçlükdə müxtəlif nailiyyətləri var. Həmişə öz yaş qrupasında hansı nailiyyətlərə nail olub. Yəni gələcəyi parlaqdır. Düzdür, velosiped idmanının üstündə də işləmək lazımdır. Mən də inanıram ki, gələcəyimizi yəni də amma inanıram ki, birinci yerdə tutacaq. Bir də tutub, iki də tutur. Ən çox öz yaş kateqoriyasında triatlonda birdə öz yaş kateqoriyası. Çünki biz yaş kateqoriyalarını bölürük orada yarışlarda. Öz yaş kateqoriyasında lider tələrik. Sadəcə olaraq bir də çox çalışmaq lazım əsasən velosipeddə. Yəni velosiped hər adamda alınmır. Üzgüçülük alınırsa velosiped çətin alınır. Velosiped yaxşı alınırsa üzgüçülük çətin alınır. Üç idman növünü bir yerdə saxlamaq çətindir. Xədicənin 4 yaşı var idi, yadımdadır. Çox incə bir qız idi. Həmişə anasına deyirdim ki, onu rəqsə yazmaq lazımdır. Anası da deyirdi ki, yox, mən onu üzgüçülüyə yazacağam, qoy sağlam böyüsün, bədəni sağlam olsun. Üzgüçülüyə getdi, heç biz gözləmirdik ki, o triatlondan keçər, birinci, ikinci yerləri tutar. Afərin, yəni başımızı uca elədi. Biz ondan qürur duyuruq və hər zaman arxasındayıq. Nə lazımdır, dəstəkləyirik. Mən də elə bugün Xədicəyə öz təcrübələrimi, öz keçdiyim yolların hamısını öyrətməyə çalışacağam. Nə də zəifdir, nə də çətinlik çəkirsə, onların hamısını yaxşılaşdırmaq istəyirəm. Elə isə biz bir stəkan çayımızı içək, günümüzə başlayaq. Buyurmuş olsun. Bugün olduqca gərgin bir gün olacaq. Ona görə də vaxt itirmədən triatlon idman növünün incəliklərini öyrənmək üçün Milana və Xədicə iş başına keçdilər. İndi isə mən sənə üzməkdən danışacağam. Yəni üzmə isinmə hərəkətlərini eləyəcəyik bərabər.
Burada daha çox üzməyin daha yaxşı olar ki, sən burada həm kuvruq öyrənirsən, həm buxet öyrənirsən, həm də ki, suda necə yaxşı üzə bilərsən, onları öyrənirsən. Məncə sənin üçün hər şey çox yaxşı olacaq, çox əla olacaq. Görək necə olur. Triatlon idman növü ilk dəfə 70-ci illərdə Amerikada yaranıb. Triatlon sözü tri-atlon, yəni tri 3 deməkdir. Atlon da atletikadan gəlir, yəni 3 atletikanın birləşimi. Bunlara nə daxildir? Üzmək, velosiped, qaçmaq. Hərəsinin öz distansiyası var. Üzməyin, təbii ki də bu idman növündə yarışlar dənizdən başlayır, start üzməkdən başlayır, axarsu olmayan yerlərdə keçirilir, dəniz, göl və s. Velosiped də ki, üzməkdən dərhal çıxandan sonra velosiped çəkiş eləyirik. Onun ortasında da tranzit zonu olur ki, oradan siz velosipedi götürəsiniz, tranzit zonadan çıxandan sonra velosipede başlayırsınız. Ondan sonra da finişi siz qaçmaqla eləyirsiniz. Yəni eyni şəkildə velosipeddən qaçışa keçən zaman tranzit zonu olur orada da. Orada da siz tranzit zonadan çıxandan sonra qaçmağa başlayırsınız. Bu üç idman növünə sənin ümumiyyətlə bu triatlonla məşğul olanlara üç idman növünə böyük bir sevgisi olmalıdır. Çünki əgər sən bir idman növü ikisini eləyirsənsə, birini onlara nisbətən daha az yanaşırsansa, triatlon sənin üçün biraz çətin ola bilər. Ona görə də bu üç idman növünü bir-birinə bağlanır. Üzmək, velosiped, qaçmaq. İndi isə mən sənə birinci mərhələmiz üzməkdir. Biz üzməkdən başlayacağıq. Üzməkdə texnikaya önəm vermək lazımdır, döngələrə önəm vermək lazımdır. Təbii ki, bu yarışlarda döngə olmur, amma onun yerinə dənizdə dönmələr olur ki, geri çıxasan sudan. Basenədə isə kuvruqlara fikir verilir, vıxıtlara fikir verilir, texnikaya fikir verilir, sürətə fikir verilir. Mənim sənə sualım o ola bilər ki, sənin üzüçülükdə çətinlik çəkdiyin nədir? Mənim üzgüçülükdə çəkdiyim finişdir. Finişi düzəltmək üçün mən nə bərpa eləyə bilərəm? Finişə az qalmış. Sən həm texnikaya önəm verməlisən, həm avarlara fikir verməlisən, həm ayaqların və qolunun düzgün işlədilməsidir. Bunların hər biri sənin finişi daha da yaxşılaşdıra bilər. Bir sıra məşqləri edərək sən finiş xəttini də əla bitirə biləcəksən. Yəni finiş xəttinə məncə mükəmməl gəlib çıxacaqsan. Hazırsansa gəl elə birinci elə üzmək məşqimizə başlayaq. Görək sən necə üzürsən, sənin məşqlərin necədir? Həqiqətən də sənin finişdə problemin varmı, yoxmu? Bunları bir gözdən keçirək. Amma indi isinmə hərəkətlərinə başlayaq.
Düzdür, dərsin əvvəlində çox həyəcanlı idi, amma çox sağ ol Milanə xanıma mənə çox maraqlı məsləhətlər verdi və dərsin axırında mənə çox inam gəldi. Bugün Xədicə ilə bərabər triatlonun üzücülük etapını bərabər elədik. Məncə Xədicə çox qəşəng üzdü. Onun bacarıqları var və inanıram ki, Xədicə də triatlonda alınacaq. Mən ona bəzi məsləhətlər verdim. Ümid edirəm ki, o məsləhətləri daha da yaxşılaşdırıb istədiyi yerə gəlib çıxara biləcək. Birinci mərhələ uğurlu oldu. Amma qəti rahatlaşmaq olmaz. İrəlidə bizi iki çox həyəcanlı və maraqlı mərhələ gözləyir. Hal-hazırda biz ikinci etapdayıq, velo məşqindəyik. Velo məşqləri bilirsən ki, üzməkdən sonra gəlir. Bu, təbii ki də ikinci etap olduğuna görə həm sən gücünü burada paylaşdırmalısan, üzməkdən sonra velonu da artırmamalısan. Bilirsən ki, qaçış da var bundan sonra, həm də finişdir qaçış mərhələsi. Velo məşqləri də ki, bilirsən, müxtəlif şəkildə olur. 40 km, 50 km, 60 km. Amma yarışlarda bu təbii ki də ayrı bir məsafələri var. Olimpik məsafə, sprint məsafə, Ironman və yarım Ironman. Ən çətini də təbii ki də Ironman-dir. 180 km velodur. Bugün sənə velosipedin texnikasını öyrədəcəm. Burada daha çox sənə döngələri, krugda necə dönməlisən, necə yıxılmamaq lazımdır, onların hamısını öyrədəcəm. Təbii ki də bilirsən, triatlonda məsafələr fərqli olur. İndi isə elə isə gəlin başlayaq. İndi isə sənə məşqdə daha çox dönmələri, sürətin nizamlanması və bir-birimizə daha yaxın sürməyi öyrədəcəm. Bir-birimizə daha yaxın sürməyi bizə lazımdır ki, küləkdən nə qədər qaçsaq, o qədər bizim üçün yaxşı olacaq. Dönmələrdədir ki, sən orada texnikaya çox diqqət eləməlisən. Çünki dönmə zamanı zədələnmə ola bilər, dönən zaman təkər sürüşüb yıxıla bilərsən və orada həm döngədə həm çox diqqətli olmalısan, həm də öz sürətini saxlamalısan. Təbii ki, bunu mən sürəndə mən sənə başa salacağam necə sürməyə lazımdır. Mən düz güclükdən sonra veloda gücüm qalsın deyənə nə templə sürə bilərəm? Üzücülükdən sonra velonu orta tempdə saxlamaq lazımdır. Ki sonra sənin mərhələn qaçış var. Qaçışda bilirsən ki, finişlə bağlıdır. Veloda sən daha çox döngələrə fikir verməlisən, tempə fikir verməlisən və digər iştirakçılara mane olmamalısan ki, həm onların yıxılmağına səbəb ola bilərsən, həm özün zədələnə bilərsən. Bundan əlavə, məndə hətta bir dəfə belə bir şey yaşanmışdı. Azərbaycan triatlon çempionatında bizdə U dönüşü bilirsən ki, çox dar və orada ayrı bir məşqlərimiz də var onun üçün, döngələrin. Orada mənim məşq yoldaşım mənim qabağımı kəsmişdi və mən orada yıxılmağa çox az qalmışdı. Amma oradan mən keçib, sürüb çıxıb getmişdim. Amma məşq yoldaşım yıxılmışdı yerə. Yəni o şeylərə çox diqqət eləmək lazımdır. Veloda elə yarışlarda var ki, sən həm individual sürə bilirsən, həm də ki, kiminsə arxasına oturub sürə bilərsən. Kiminsə arxasına oturub sürmək sənin üçün daha yaxşıdır. Çünki sən orada küləyə qarşı sürmürsən, küləkdən qaçırsan. Külək hər tərəfdən ola bilər. Sağdansa sən sol tərəfdə sürməlisən, soldansa sağ tərəfdə sürməlisən, qabaqdansa onun arxasına oturmalısan. Başqa da mən sənə deyə bilərəm ki, veloda deməzdim tam gücü qoymaq. Çünki
Veloda elə bir mərhələdir ki, həm orta mərhələdir. Çünki orada sən bütün gücünü buraxsan, qaçışa nə gücün qalacaq, nə də ki finiş eləyə biləcəksən. Burada daha çox ən çox səhvlərdən biri odur ki, idmançılar daha çox veloda üstünlük eləyirlər ki, hə mən veloda birinci gedim çatım, qaçışa da ki nə olur olsun. Xeyr, bu yanlışdır. Çünki bundan sonra uzun məsafə bir qaçış səni gözləyir və finişə yaxında ki, sən qaçdığın tempdən daha sürətli qaçmalısan ki, yəni finişə gedirsən. Deyək ki, məsələn, sən üzüçülükdə 3-cü və ya 4-cü gəldin. Sən necə eləyə bilərsən ki, sən veloda daha yaxşı çıxış eləyəsən? Veloda dediyim kimi, kiminsə arxasına oturmaq və ya onlarla bərabər sürəndə sən heç həm yorulmursan, həm gücünü saxlaya bilirsən, həm də ki bərabər sürürsüz eyni yolu. Sən o komanda keçmək sənin üçün yaxşı bir şey olmaz. Çünki onun arxasına oturanda sən həm onun təkərinə diqqət eləməlisən, həm də ki ona dəyməməlisən, ona da mane olmamalısan. Bundan əlavə elə yarışlar da var ki, həvəskar yarışları. Sən orada individual sürürsən, tək sürürsən. Kiminsə arxasına oturanda sən diskvalifikasiya ola bilərsən. Hazırsansa başlayaq. İnanırıq ki, Milana Xəlilovanın dəyərli məsləhətləri Xədicəyə və bizi izləyən gənc triatlon həvəskarlarına çox faydalı oldu. Budur, gəldik 3-cü və ən vacib mərhələyə. Aha, indi Xədicə triatlonun sonuncu mərhələsinə gəldik. Bu mərhələ təbii ki də ən çətini və ən lazım olan mərhələdir, qaçış mərhələsi. Qaçış mərhələsi də sən bildiyin kimi də finiş mərhələsidir. Orada sən bəlli bir tempi saxlayıb, axırda da ki sürəti qaldıraraq finiş xəttinə yaxınlaşırsan. Burada məsafələr müxtəlif cür olur. Burada olimpik məsafədə 10 kilometr və ya sprint məsafədə 5 kilometr, Ironman və yarım Ironman-də 21.1, 42 kilometr olaraq fərqlənirlər. Qaçışda mən sənə deyərdim ki, əgər qısa məsafədə qaçırsansa, yəni sən orada 1-2 kilometrdən sonra sürəti qaldırmaqla finiş xəttinə yaxınlaşmalısan. Əgər yox, sənin məsafən daha uzundursa, 10 və ya 21, fərq eləmir, 42 kilometr bu kateqoriyalardadırsa, sən tempini bir sürətdə saxlayıb, axırda 3-4 kilometr qalmış və ya özünü yaxşı hiss edirsənsə, qabaqcadan 5-6 kilometr qalmış, sən o sürəti artırmalısan ki, digər rəqiblərin sənə yaxınlaşmasınlar. İndi isə mən sənə qaçışın biraz məsafələrini göstərəcəm. Həm məşq eləmiş olacaq, həm də ki, isinmə hərəkətləri eləyərik səninlə bərabər. Milana xanım, mən sizdən bir dənə sual soruşum. Sizin məşq qrafiqiniz necədir? Məşq qrafiki həftənin 7 günü daxil olmaqla məşq edirik. Həftənin 6 günü səhər, axşam məşqlərimiz, səhər məşqlərimiz 3 saat, axşam məşqlərimiz də 3 saat daxil olmaqla məşq prosesi var. Bazar günləri yalnız səhər məşqlərimiz olur.
İstirahət günləri də ki, birinci günlər olur, bəzən bazar gününə keçirilir. Düzdür, bu məşqin gedişatı, məşqin ağırlığı, məşqin prosesinə daxildir. Səhər məşqi, mən belə deyərdim, birinci səhər həmişə üzmək və ya velo olur. 2 saat birinci başlayırıq isinmə hərəkətlərində, hovuzun qırağında, sonra üzürük, sonra 2 saatdan sonra sudan çıxıb, paltalarımızı dəyişib zala qalxırıq. Zalda da 1 saat məşqimiz olur. Bu təkcə səhər məşqimizdir. Axşam məşqi də ki, əgər qaçış məşqimizdirsə, eyni şəkildə yenə isinmə hərəkətləri, sonra əsas məşqimiz. O da baxır ki, 1500 metr sürətə var, 3 dənə 500, nə bilim 5 dənə 500 və ya əgər həmin günü bizim sürət günlərimizdirsə, 10 dənə 60 qaçırıq və ya uzun məsafə məşqlərimiz də var, 10 kilometr dayanmadan məşq eləmək, bir tempdə saxlayaraq bunu vurğuluyum. Başqa da ki, sonra velo məşqlərimiz olur. Bu ayrı bir gündə olur. Məsələn, səhər üzdük, axşam qaçdıq, bu bir günümüz olur. Növbəti gündə səhər üzüb, axşam velo sürürük və ya bu dəyişə də ola bilər. Səhər velo, axşam üzmək, fərq eləmir o. O təbii ki, müəllimlərimiz daha yaxşı qrafika qururlar, onlara uyğun məşq prosesi olur. Velo məşqlərimiz də ki, bayaq elə başa saldığım kimi yolda sürürük, uzun məsafə və ya qısa məsafə, aralarda sprintlər olur təbii ki də. Beləcə velo məşqlərini də başa vurmuş oluruq. Bəs triatlon 3 növdən ibarətdir də. Onun ən çətin növü hansıdır? Mən deyərdim ki, ən çətin növü üzüçülükdür. Çünki üzüçülükdə ən çox önəm verdiyimiz şey texnikadır. Həm də ki, bizim yarışlarımız dənizdə keçirilir. Dənizdə dalğa birinci ən böyük bizim üçün problem yaranır. Çünki dalğaya qarşı üzürük və ya dalğa bizi apara bilər, orada diqqətli olmalıyıq. Həm də ki, start nöqtəmiz üzməklə başlayır deyə, sən üzməkdən nə qədər yaxşı çıxsan, digər 2 mərhələdə sənin üçün o qədər şans olacaq, o qədər rahat olacaq. Həmçinin də belə bir şey də var, triatlon idman növündə fiziki cəhətdən düzü çox güclü olmalısan, amma bunun mənəvi cəhəti də var. Çünki sən, fiziki cəhətdən hər şey hazırsan, amma mənəvi cəhətdən o qədər hazır olmasan da, səndə triatlon o qədər də yaxşı alınmayacaq. Çünki sən orada həm əzmli, həm çalışqan olmalısan, həm yarışa finiş xəttinə deyil də daha çox hər bir mərhələyə güclə baxmalısan. Yəni sən o hər üçünə də sevgin olmalıdır ki, sən o yarışı uğurla tamamlaya biləsən. Ona görə də yəni fiziki cəhətdən də əlavə mənəvi cəhət də sənin üçün önəm daşıyır. Bir daha şahid olduq ki, triatlon idman növü dünyada ən ağır idman növlərindən biridir. Ona görə də Milanə xanımın məsləhətləri hələ davam edir. Xədicə, bunu sən bilirsən, amma izləyicilərimizə də bununla bağlı bir məlumat verək. Triatlon 3 idman növündən ibarətdir, amma onun arasında tranzit zonalar da var. Üzməkdən veloya, velodan qaçmağa, üzməkdən veloya, üzməkdən dənizdən çıxıb qaça-qaça tranzit zonaya keçirilir. Tranzit zona nədir? Sənin orada üzmək açki papağını çıxarıb veloya hazırlaşmaq məntəqəsidir. Orada sən nə qədər tez olsan, sənin üçün bir o qədər yaxşı olacaq. Çünki orada tranzit zonada işlədiyin müddət belə sənin saniyələrin sayılır. Vaxtından gedir, yəni belə deyək. Eyni şəkildə velodan qaçmağa da tranzit zonu olur. Orada da ki, velonu tranzit zona xətti olur. O xəttdən sonra sən velodan düşməlisən və qaça-qaça velonu harda qoymusansa, nömrələr olur orada. Nömrələrin üstünə asırsan, kaskını çıxarıb, qaçış ayaqqabını geyinib və başlayırsan qaçmağa.
Yəni bu barədə də məlumatınız olsun istəyərdim. Bu arada bunun özünün ayrı məşqləri də olur, tranzit zona məşqlərimiz. Ona da biz deyirik velo qaçış, birik ya da üzmək, velo birik. Bu məşqlərdə sırf ancaq tranzit zona işləyirik. Qaça-qaça gəlirik, kaskımızı taxırıq, velonu sürürük. Sonra velo qutarandan sonra tranzit zona xətti qoyuruq özümüz üçün. Orada başlayırıq velosipeddən düşürük, başlayırıq qaçmağa, qaçış ayaqqabılarımızı geyinib başlayırıq qaçmağa. Eyni şəkildə üzməkdən də bunun hər birinin ayrı-ayrı özünə görə məşqləri var. Tövsiyə eləyərdim ki, mən sənə tranzit zonanı cəld eləyəsən. Çünki orada itirdiyin vaxt biraz vaxtından gedir deyə, yəni fikirləşə bilərsən ki, üzməkdən bu qədər tez çıxsaydım yaxşı nəticə alardım. Əslində o üzməkdən çıxdığın vaxtı tranzit zonada daha yaxşı eləyə bilərsən deyə düşünürəm. Çünki tranzit zona mənə görə itirilən vaxtdır. Yəni orada sən nə qədər tez çıxsan, nə qədər cəld olsan, sənin üçün o qədər yaxşı olacaq. Çünki tranzit zona gözünə o qədər də görsənməyəcək. Mən sənə məsləhət görərdim ki, bu idman növü çox ağır idman növüdür. Burada yuxu var, yeməyə, qidana, yəni ümumiyyətlə rejimə çox diqqət eləməlisən. Bu idman növü, sən bir idman növü deyil, 3 idman növü ilə məşğul olursan. Bundan əlavə bərpa müddətləri də olur. Ağır məşqdən sonra bərpalarımız da olur, masajla bərpa olunuruq. Nə qədər ki, çox rejimə diqqət eləsən, nə qədər ki, çox yeməyə, yuxuya, həyat tərzinə diqqət eləsən, sənin bir o qədər də idmanda daha uğurlu nailiyyətlər əldə edə biləcəksən. Uğurlar diləyirəm. Nəhayət bu çox mərhələli, amma olduqca maraqlı bir gün sona çatır. Biz Qasımovlar ailəsi ilə qayıdırıq. Milan qızım, bilmək istəyərdim, bugün nə ilə məşğul olmusunuz? Ümumiyyətlə, Xədicənin zəif tərəfləri nədir bu idman növündə? Üstün cəhətləri nədir? Fikrimi öyrənməyi çox istəyərdik. Biz bugün Xədicə ilə çox qəşəng bir gün keçirdik. Həm təcrübə qazandıq, həm bir yerdə məşq eləmiş olduq. Bu günü sizə danışım. İlk öncə üzməkdən başladıq. Üzüçülük məncə çox yaxşı idi. Yəni 4 yaşından başlayıb deyə onun həm texnikası, həm üzmə qabiliyyəti məncə çox əla idi. İkinci etap velosiped idi. Velosipeddə yaxşıya doğru gedir. Deməzdim pisdir. Yaxşıya doğru gedir. Bəzi məqamlar var ki, onları daha yaxşı həm məşq eləyərək daha yaxşı öyrənə bilər. Eyni şəkildə də qaçış məşqlərində də, qaçışda da məncə pis deyildi. Çox yaxşı bərabər bir yerdə məşq elədik. İsinmə hərəkətləri, sonra isə əsas məşqimizə keçdik. İnanıram ki, Xədicə gələcəkdə çox yaxşı idmançı olacaq. Və bunun üçün də ona motivasiya olsun deyə kiçik bir hədiyyələr almışam. Sizlərin yanında təqdim eləmək istəyirəm. Bu bizim federasiyanın koftasıdır. Azərbaycan Triatlon Federasiyasının. Bu papaqdır üzmək üçün. Buradakı veloda da su içmək üçün su qabı. Bugünkü belə məşğullar günə görə Milanə xanıma biz təşəkkürümüzü bildirmək istəyirik.
göstərdiyi hərəkətlər, söylədiyi sözlər, hansısa tapşırıqlar yəqin gələcəkdə Xədicəyə çox kömək eləyəcək və ümidvarıq ki, Xədicənin gələcəkdəki nailiyyətləri bizi gələcəkdə daha da çox idmançı yetişdirməyə bir motivasiya verəcək. Mən nəvəmi Xədicəmi çox istəyirəm. O bizim gözümüzün işığı, gözümüzün nuru, sevimli ilk nəvəmdir mənim. Allah onun nailiyyətlərini daha çox eləsin, ona uğurlar arzu edirəm. İnşallah gələcəkdə daha çox nailiyyətlər əldə edər inşallah Xədicə. Mən Milana xanıma təşəkkür edirəm. Xədicə ilə çox gözəl bir gün keçirdilər bu gün. Mən inanıram ki, o gələcəkdə böyük zirvələri fəth edən bir idmançı olacaq. Mən buna inanıram. Xədicə həmişə uşaqlıqdan birinci olmaq arzusunda olub. Hər yerdə birinciliyini göstərib. Mən də inanıram ki, o daha uğurlar əldə edəcək. Böyük arenalarda bayrağımızı yüksəklərə qaldıracaq. Xədicəyə uğurlar. İnşallah yarışlarda sən bunlardan istifadə edib Azərbaycanı digər ölkələrdə təmsil edib himnimizi səsləndirəsən. Uğurlar diləyirəm sənə. Çox sağ ol. Mən də sizin hər ikinizə uğurlar arzulayıram. Dediyim kimi, qeyd etdiyim kimi inşallah Azərbaycanın bayrağını daimi yüksəklərdə, xarici ölkələrdə yüksəklərə qaldırasınız. İkiniz də və hər ikinizlə də fəxr edək. İnşallah. Bugün çox maraqlı gün keçdi, çox xoşuma gəldi. Milana xanımla çox maraqlı şeylər keçdi. Milana xanım mənə çox şey öyrətdi. Mən də çalışacağam onun dediklərini qılasım və daha uğurlu idmançı olacağam. Veriliş başlayanda çox həyəcanlı idim, amma əminəm ki, Xədicə üçün də çox maraqlı keçdi. Xədicəyə buradan demək istəyərəm ki, Xədicə sən çox yaxşı və çox parlaq idmançısan və əminəm ki, bundan sonra getdiyin yarışlarda, məşqlərdə çox qabaqda və çox uğurlu nəticələr əldə edəcəksən. İnşallah Azərbaycanın həm ölkə daxilində, həm ölkə xaricində təmsil eləyəsən, bayrağımızı yüksəklərə qaldırasan, həm öz adını, həm də ki, ölkəmizi. Uğurlar diləyirəm sənə. Bu həftə də yeni bir idman növü ilə yaxından tanış olduq. İnanırıq ki, bizi izləyən tamaşaçılar da özləri üçün bir çox yeni kəşflər elədilər. Unutmayaq ki, sağlam gələcəyimiz sağlam gənclərin əlində olacaq. Gələn görüşlərə dək. Hələlik. Proqram Medianın İnkişafı Agentliyinin və Audio-Vizual Şuranın dəstəyi ilə hazırlanmışdı.